Əli Kərimin Qaytar ana borcunu şeiri ilə bağlı yanlış fikir istəyir bizdən. Oğul haqqında olan fikirlərə diqqət edirək. Sonda öz əməllərinə görə peşman olur. Bu haqda bir misranı görmürük. Yəni bir yanlışdır. Oğul sonda əməlinə görə peşman olmur. Bu haqda elə bir nüans görmürük əsərdə. Təhsildə uğur qazanmışdı, bəli. Deyir, bir oğul böyütdü ki, gör çatma qaş gensinə, bir oğul böyütdü ki, oğul deyirəm sənə. Bir oğul böyütdü ki, oğul məktəb bitirdi. Oğul instituta qızıl medalla girdi. Deməli, oğul təhsildə uğur qazanmışdı, düzdür. Ancaq bizdən yanlışı istədiyinə görə 2-ni götürməyəcəyik. Atasızlığın bütün əzab əziyyətini hiss etmişdi. Xeyr, atasızlığın əzab əziyyətini hiss etdirməmişdi. Hətta orada belə bir misralar vardı. Deyir, nəşvən etdi ana, ürəyində ağlayıb gülmək öyrətdi ona. Dözərək davanının dərdinə, bəlasına, öz boğazından kəsib yedirtdi balasına. Deməli, bütün əzab əziyyətlərini hiss etmişdi fikri yanlışdı. Yanlış olduğu üçün 3-ü də əlavə eləyəcəyik. Atasız böyüdüyü üçün bədbin insana çevrilmişdi. Xeyr, belə bir cavab da yoxdur. Yəni, belə bir misra, belə bir fikir əsərdə yoxdur. Şairin ittihamına məruz qalır, bəli. Oğul şairin ittihamına məruz qalır. Şair bildirir ki, sən dərd vermirsən, sənə oğul verənə, oğul demərəm sənə, deyirəm ki, o boyu buxunu qaytar geri, deyirəm ki, varını, yoxunu qaytar geri, qaytar onun borcunu, gülüşünü, adını, sözünü qaytar geri. Bu misraların hər birində biz şairin oğulu ittiham etdiyini, tənqid etdiyini görmüş olacağıq. 1, 3, 4-dür doğru cavab. 26-ya baxaq. Vahabzadənin yaradıcılığında hansı mövzular aparıcıdır deyir. Xalqın azadlığı mübarizəsi, bəli. Şəhidlər, istiqlal buna nümunədir. İctimai fəlsəfi düşüncələr, bəli, 100% Vahabzadədə var bu. Faşizmə qarşı mübarizə yoxdur. Ana dilinə sevgi, bəli, var. İctimai iblərin tənqidi yoxdur. Hansı mövzular aparıcıdır dediyinə görə biz yazacağıq 1, 2 və 4. Kitab Dədə Qorqud dastanı əsasında uyğunluğu müəyyən edin deyir. Basat və Uruz haqqında. Dostları ilə bircə düşmənə qarşı döyüşür. Biz bunu Uruzda görürük. Əsirlikdən qaçmağa müvəffəq olur. Xeyr, əsirlikdən qaçmağa müvəffəq olmaq heç birinə aid deyil. Yardım almaq üçün ona müraciət edilir. Bəli, Basat gələndə, hansı ki, Təpəgözə əsir verilməsi üçün Basata müraciət edilir yardım üçün. Basatın Təpəgözü öldürməsi boyunda biz bunu görürük. Oğuz elinin intiqamını almaq üçün düşmən üzərinə gedir. Bəli, bu da Basatdır. Bir neçə dəfə əsirlikdə olmuşdu. Bu da Uruzdur. Deməli, Qazan xanın evinin yağmalandığı boyda da əsir düşür. Eyni zamanda Uruzun dustaq olduğu boyda da Uruz əsir olmuş olur. Deməli, 27-də doğru cavab olacaq 1.